Salam değerli izləyicilər. Bugün sizə Azercell istifadəçilərinə son günlərdə göndərilən bir bildiriş barədə ətraflı məlumat verəcəm. Bildirişə əsasən 7 aprel 2025-ci il tarixindən etibarən avtoməlumat xidməti aktiv ediləcək və bu xidmət aylıq 59 qəpik məbləğində balansdan tutulacaq. Bu xidməti istifadə etmək istəməyənlər üçün onu deaktiv etmək mümkündür. Bunun üçün ulduz 375 ulduz 0 yes yığaraq və ya stop yazaraq 3235 nömrəsinə SMS göndərə bilərsiniz. Mən bu mövzuya artıq 27 Mart tarixində paylaşdığım videoda toxunmuşdum. İndi isə bir çox istifadəçi bu bildirişi yenidən almağa başlayıb. İndi aprel ayında olan dəyişiklikləri nəzərinizə çatdırım. Aprelin 7-sindən tətbiq olunacaq. Birinci şərt. Bütün fakturasız və fakturalı xətt sisteminə aid nömrələr korporativ abunəçilərə daxil olmaqla. Gördüyünüz kimi mən bu videoda artıq bu dəyişiklik haqqında məlumat vermişdim. Bu üç dəyişiklikdən biri xidmətin ödənişli olması haqqındadır. Mən bu xidməti pisləmirəm. Sadəcə olaraq istəməyən istifadəçilər üçün deaktiv etmə üsulunu izah edirəm. Əlavə olaraq sizə alternativ və tamamilə pulsuz yol da göstərmək istəyirəm. Əgər balansınız və istifadə etdiyiniz internet, dəqiqə və SMS paketləri haqqında məlumat almaq istəyirsinizsə, Azercellin rəsmi mobil tətbiqindən istifadə edə bilərsiniz. Bu tətbiq vasitəsilə siz eyni məlumatları tamamilə pulsuz əldə edə bilərsiniz və heç bir əlavə ödəniş etməyə ehtiyac qalmır. Beləliklə həm məlumatlı olursunuz, həm də balansınızın əsaslı şəkildə azalmamasının qarşısını alırsınız. Videonu bəyəndinizsə kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Çünki bu cür məlumatlar çox istifadəçinin işinə yaraya bilər. Sağ olun, növbəti videoda görüşənədək.